Yaxın Şərqdə müharibə təbillikçi alınır. Amerika Birləşmiş Ştatları hərbi donanması artıq İrana kifayət qədər yaxın məsafədədir. Belə ki, Amerika mediası İrana hücumların bazar günü başlaya biləcəyini yazır. Gözlənilən təhlükəyə qarşı rəsmi Tehran da hazırlıq mərhələsindədir. Hörmüz boğazında geniş miqyaslı təlimlərə başlanılacaq. Amerika Birləşmiş Ştatları ilə İran arasında gərginlik son həddə çatıb. Yayılan məlumatlara görə ABŞ-yə aid hava qüvvələri və dəniz donanması Yaxın Şərq və Fars körfəzi ətrafında yerləşdirilib. Hərbi dəniz qüvvələrinə məxsus gəmilərin əksəriyyəti İrana təxminən 700 km radiusda yerləşir. Bu məsafə İranın Zolfaqar tipli orta mənzilli ballistik raketlərinin çatma imkanlarından üst-üstə düşür. Tehran buna cavab olaraq fevralın 1-də və 2-də Sepahın Hörmüz boğazında təlimlər keçirəcəyini bildirir. Vaşinqton isə Tehranın razılığa gələcəyini ümid edir. İran tərəfə böyük bir armada, flotilya, necə istəyirsiniz adlandırın, irəliləyir. Bu hətta Venezuela sahillərində olan qüvvəmizdən də böyükdür. Venezueladakı vəziyyət yaxşıdır, rəhbərlik işləri uğurla aparır. Biz bundan məmnunuq və hər şey çox yaxşıdır. Hazırda İrana daha çox gəmilər göndəririk. Ümid edirəm ki, razılaşma əldə edəcəyik. Əgər əldə etsək, yaxşı olacaq. Əks halda isə baxacağıq, nə baş verəcək. ABŞ mediası Vaşinqtonun İrana mümkün hərbi hücumunun bazar günü başlaya biləcəyini yazır. Dropside News'un məlumatına görə Birləşmiş Ştatların yüksək vəzifəli rəsmiləri Trumpın həftə sonu İrana hücum qərarını təsdiqləyə biləcəyini müttəfiq ölkəyə çatdırıblar. Bundan sonrası tabii ki Amerika her ne kadar Orta Doğu'dan çekileceğiz ve Milli Güvenlik Stratejik Belgesi'nde Amerika artık yani kendi yarım küresine zaten ilgileniyor ve Orta Doğu'da herhangi bir işi kalmadı diye tam tersi şu anda en büyük donanmasını buraya getirdi. En büyük Amerikan donanması zaten bölgede ve dolayısıyla hatta İran kara sulara daha girmedi ama yani uluslararası sularda İran'a yakın bir şekilde konuşlandı. Şimdi burada bir savaş meselesi var ama ben bir savaşın olacağını ben tahmin etmiyorum. Planlaşdırılan hücum İran rəhbərliyini, nüvə obyektlərini, ballistik raket qurğularını və digər hərbi hədəfləri əhatə edəcək. Bildirilir ki, Trump administrasiyası mümkün hücumun uğurlu olacağı halda ölkə daxilində kütləvi etirazların yenidən başlaya biləcəyini və bunun hökumətin devrilməsinə gətirib çıxara biləcəyini hesablayır. Ekspertlər isə hərbi donanmanın İrana yaxınlaşmasına baxmayaraq hərbi əməliyyatların olacağını düşünmürlər. Hətta bu addım güc nümayişi kimi də dəyərləndirilə bilər. Qərb də bu şərtləri demək olar ki, ultimatumu irəli sürərkən istəmir ki, bu hərbi əməliyyatlar nəticəsində baş versin və bu və digər şəkildə siyasi proseslərin nəticəsində ona nail olmaq daha əlverişli olardı. Bəzən Venezuelanın təcrübəsini göstərirlər. Bu mövqeyi israrlı şəkildə İran tərəfinə bildirilir. Öz növbəsində İran ABŞ-nin və müttəfiqlərinin hücumuna sərt cavab verəcəyini bildirir. Bəzi region ölkələri baş verə biləcək qarşıdurmadan narahat olsalar da, Vaşinqtonun müttəfiqləri, xüsusilə Səudiyyə Ərəbistanı hücumun labid olduğunu bildirirlər. Analitiklər isə proseslərin əvvəllər olduğu kimi nə hərb, nə də sülh ssenarisi üzrə irəliləyəcəyini düşünürlər.